Azərbaycanda 50 manatla hansı biznesləri qurmaq olar? İlk öncə, biznes üçün lazım olan həmin 50 manatı qazanmaqla başlaya bilərsiniz. Bidget birjasının 50 manatlıq kampaniyasından yararlanmaq və hər hansı çətinlikdə dəstək almaq üçün Telegram qrupumuza qatıla bilərsiniz. İndi isə keçək biznes ideyalarına. Qazanacağınız məbləği kriptovalyuta şəklində alacağınız üçün elə ilk olaraq kripto biznesinə başlaya bilərsiniz. Bu sahədə yeni olanlar üçün iki əsas yol var. Copy trade, kopya ticarət. Kriptovalyutadan anlayışı olmayanlar üçün ən rahat üsul copy trade'dir. Bu sistem təcrübəli traderlərin etdiyi əməliyyatların sistem tərəfindən avtomatik olaraq sizin hesabınızda təkrarlanmasıdır. Siz bir trader seçirsiniz və büdcə təyin edirsiniz. Məsələn, $20. O hansı coin'i alıb satsa, eyni əməliyyat sizin hesabınızda da baş verir. Burada ən kritik məqam düzgün trader seçimidir. Unutmayın ki, seçdiyiniz şəxs səhv analiz edərsə, onunla birlikdə sizin balansınızda zərər görə bilər. Bazarın qəfil dəyişməsi və ya traderin risk idarə etməsini düzgün qurmaması vəsaitinizin itirilməsinə səbəb ola bilər. Əgər kimsəyə bağlı qalmaq istəmirsinizsə, bazarı öyrənərək adi trade edə bilərsiniz. Burada qərarları tamamilə özünüz verirsiniz. Spot ticarət, aşağı qiymətə alıb bahalaşanda satmaq. Futures, qiymətin həm qalxacağına, həm də düşəcəyinə dair təxminlər edərək qazanmaq. Bu üsul daha çox bilik, vaxt və soyuqqanlılıq tələb edir. Əgər kriptovalyutalar sizə mürəkkəb gəlirsə, əlinizdəki 50 manatı real məhsul dövriyyəsinə yatıra bilərsiniz. Müasir dövrdə məhsulu ambarlamağa ehtiyac yoxdur. Yerli topdan satış saytlarından və ya mağazalarından tələb olunan kiçik aksesuarları, məsələn, smart saat kəmərləri, qulaqlıq qabları, kabel qoruyucuları ucuz qiymətə alıb tap.az və ya Instagram üzərindən satışa çıxara bilərsiniz. 50 manatlıq ilkin büdcə həm ilk 4-5 məhsulun alışı, həm də kiçik bir reklam büdcəsi üçün kifayətdir. Bunu davamlı şəkildə edib satışdan gələn gəlirlə məhsul sayını artıra bilərsən. Kiçik məbləğlər sənə böyük uğurlar qazandıra bilər. Əsas odur ki, bir addım at.